davam edirik də, yenə Əhl-i Beyt Quranda yeni bir ayədir, yoxsa dünənki mövzunu davam edirik? Yox, dünənki mövzunu bitirdim. Şükür olsun Allaha. Bugün istəyirəm yeni bir mövzuya başlayaq. Maraqlıdır, inşallah eşidək sizi. Buyurun. Deməli, mövzumuz Əhl-i Beyt Quranda və bugünkü deyəcəyim ayə Bəqərə surəsi 207-ci ayədir. Əhl-i Beytlə bağlı bir ayədir. Əhl-i Beytdən olan bir şəxslə bağlı bir ayədir. Ki, bu ayədə də sözün əsl mənasında əziz Allahımız çox yüksək şəkildə təqdim edir o şəxsi. İnşallah tanış olun və ayəyə başlayıram. Belə deyim, bu ayəni anlamaq üçün özündən öncəki 3 ayəyə müraciət eləməliyik. Bəqərə 207-ni anlamaq istəyirsə 204-ü oxuyun, 205, 206, sonra gəlin çıxın 207-yə. Allah bu mövzuya müqəddimə toxunur, müqəddimə bir mövzulara toxunur, sonra gəlir çatır bu yerə. Mən elə həmən yerdən başlayıram 204, 205, 206-cı ayə və sonra 207 çatacağım inşallah. İnşallah. Allah belə buyurur. Deyir və minən nasi mən yu'cibukə qavluhu fil həyatid dunya və yushhidullah alə mə fi qalbihi və huvə ələddul xisam. Deyir, insanlardan elələri var ki, din haqda, bəşəriyyətin inkişafı, kəmalı, hidayəti, səadəti haqqında elə danışar ki, ay Peyğəmbər səni heyran eləyər. Sözdən deyir, yəni itidir, yaxşıdır. Hərkər dillər, yoxsa necə dillər. Yəni, söz elə danışar ki, maşallah, səni heyran eləyər. Allahı da öz qəlbində olana şahid tutar özdə ya. Allah şahiddir, belədir, adamı inandırmaq istəyər. Halbuki Allah buyurur, və huvə ələddul xisam. Ən qəddar düşməndir o. Bəşəriyyətə qənim keçən adamdır o. Bu bir ayəni izah edimsə. Qısa şəkildə bu ayə toxunun. Buyurur ki, və minən nası insanların içərisində eləsi var ki, bu ayə ümumi deyil. Xüsusi bir fərddən söhbət edir. Və xüsusi bir fərddən söhbət edir və bu bir hadisədən danışır. Çünki ayə diqqətlə baxır, deyir, mən yu'cibukə, Peyğəmbər səni heyran eləyir. Görünən, bu da bir hadisə baş verib. Bir fərddir, indi o fərdin fonunda bir zehniyyətdir. İşim onunla deyil. Yəni, belə bir zehniyyət təkcə o fərdə aid deyil. Elə xüsusiyyətli, elə xarakterli, elə düşüncəli insanlar həmişə olub, olacaqlar da. Amma söhbət bir mövzudur, bir fərddir və Allah o mövzuya toxunur bu ayədə. Çox gözəl. Bu ay Peyğəmbər, mən yu'cibukə qavluhu. Allah bu insanı necə xarakterizə edir? Deyir ki, o valih edəcək tərzdə danışır. Valih eləyər insanı. Məharətlə danışır. İnsanların hiss və emosiyalarına toxunur. Yu'cibukə qavluhu budur. Elə adamın hisslərinə, o tellərə toxunur ki, emosiyalarına toxunur ki, zahirdə özünü mərhəmətli və xeyrxax kimi göstərir. O cürünə göstərir, o cürünə danışır. Bu, onun bu danışığı yushhidullah alə ma fi qalbihi. Bundan da pis tərəfi budur ki, öz hədəfinə yetişmək üçün Allahı şahid gətirir. İnsanların inancından, yəni sui-istifadə edir. Sənin müqəddəs bildiklərinlə səni aldatmağa çalışır. Dəyər bildiklərinlə dəyərlərinə mübarizə aparır. Allahı şahid gətirib tohidlə vuruşur. Güya sözü dindir. Amma dini demək istəyir, dini vurmaq istəyir. Dəyərləri dəyərlərinin üzböz qoyur. Elə sözlər seçir ki, çaşdırır insanı, aldadır insanı. Amma Allah buyurur, və huvə ələddul xisam, düşmənlərin ən pisidir. Bu, onun danışığı və kəlamı. Deməli, kəlamı və danışığı bu cür oldu. Valih edici şəkildə danışır. İnsanları heyran edəcək şəkildə danışır. O psixoloji anlara fikir verir və belə deyək, özdə Allahı öz sözünə körpü qərar verir, öz məqsədinə yetişmək üçün, öz hədəfinə yetişmək üçün, o pak yox, o çirkli niyyətinə yetişmək üçün
Allahı da körpə edir öz məsələsinə. Sənin dəyər bildiklərindən statlar gətirir. Qatıb qatışdırır, aldadır. Sözdə məsələn nədir? Bacarıqlı insandır. Yaxşı. Bu onun bir xüsusiyyəti. Bu ayda Allah Teala onun nitqindən söhbət açır, danışığından söhbət açır. Amma digər ayda Allah onun əməlindən və rəftarından söhbət açır. Danışığı belə, kəlamı belə, əməli necədir? Buyurur və izə təvəllə sə'a fil ardi liyufsidə fiyhə yuhlikəl hərsə və nəslə vəllahu la yuhibbul fəsad. Amma əlinə bu insanı fürsət düşən kimi bütün gücünü ortaya qoyur ki, fəsad törətsin. Bütün gücünü səfərbər edir. Əkinləri və nəsilləri məhv edir. Və Allah sonunda Allah fəsadı sevmir. Deməli, bu ayədə əziz Allah həmən o kəs haqqında işlətdiyi kəlmə budur. Diqqətlə qulaq olsun. İzə təvəllə sə'a, səy kəlməsi. Səy etmək, təlaş etmək. Buyurun, bir var insanın bir əməl etməsi, əməl kəlməsi var. Ondan da böyük kəlmə ərəb dilində səy etməkdir. Səy ərəb dilində bütün maksimum gücü ortaya qoymaqdır. Adam nəsə eləyir, məsələn, misal üçün də bir nəfərə bir iş tapşırırsan, gedir, gəlir, deyir, alınmadı. Doğrudan da alınmadı, elə istəmir də alınsın. Bir dənə yeri ağız açdı, gördü, alınmadı, gəldi. Adam da bütün gücünü qoyur ortaya, həll edir məsələni. Ona deyirlər səy. Nə bacarırsa onu edir. Ona deyirlər ərəblər səy. Ayədə budur, bu pis insan, bu məkirli, pis niyyətli insan izə təvəllə sə'a fil ardi. Neynir? Fürsət əldə edən ki, bütün gücünü ortaya qoyur ki, fəsad törətsin. Və Allah Teala bu həmin kəsin öz pis niyyətində çox iradəli olmasından söhbət açır. Bəzi vaxtlar batil işlər üçün o qədər iradəlidirlər bəziləri. Adamın ürəyi yanır. Amma haqq əhli öz haqq hədəfində o qədər iradə ortaya qoymur. Çox süsdür və tənbəldir. Amma o batil üçün nə qədər iş görür? O pisliyə yetişmək üçün nə qədər iş görür? Bəzi vaxtlar bir nəfər özü bir günaha bulaşıb, təxminən bir aya 3-4 nəfərdə elə adamı çəkir özünə tərəf. Amma haqq əhli heç sual versən ki, məsələn, bu bir ildə, bu Ramazandan, bu Ramazana neçə nəfər namazı gətirmişsən? Misal. Bəlkə də barmağın qatdı, bir də adam deyəməyəcək. Səy yoxdur, öz ibadəti də özüm qovuşdum Allaha, bitdi, getdi. Çox ürək ağrıdan haldır. Deyir ki, bu insan belədir. Bütün gücünü ortaya qoyur. Gecə gündüz süslük göstərmədən, yorulmadan, maksimum təlaşla fəaliyyət göstərir və orada da yorulmur. Bu Allah bunun əməllərini belə təqdim edir. Deməli, nitqi aydın oldu. Kəlamı aydın oldu. Keçdi əməlinə, rəftarına. İndi keçir 3-cü məsələ, 3-cü aya. Aylar çox gözəldir. İndi keçir ara, 3-cü ayda Allah Teala həmən kəsin psixoloji durumunu və ruhu halını bəyan edir. Axı, adamın bir sözü var, bir əməli var, bir də psixoloji durumu, haləti var. Allah deyir, və izə qilə ləhu ittəqillah, 206 bəqərə. Əxəzəthul izzə bil ismi. Ona Allahdan qorx deyiləndə, yalancı izzət ona üst tutur. Təkəbbürlü yəni ona üst tutur. Allah bu ayədə onu özündən razı, təkəbbürlü adam kimi göstərir. Nəsiyyəti eşitmək istəməyən, özünü çox ağıllı bilən, bir insan kimi təqdim edir. Bir sözlə, Rəbbimiz çox incəliklə həmən şəxsi xarakterizə edir və portretini çəkdi bizə. Təxminən bu 3 dənə ayan yıxsın, gözündə bir portret canlandı. Bu nə simadır ilahi? Bu kimdir belə? Yaxşı. Bir sözlə, yığıram 3 ayəni bir yerə. Bu insanın səlis nitqi var, insanları aldada bilir, onların psixologiyasına bələddir, duyğularına toxunur, inanclarına sui-istifadə edir, özünü çox ağıllı zənn edir, bu yolda bütün gücünü səfərbər edir, özündə zərrə qədər nöqsan görmür. Allah deyir, bu şəxsin yeri bəllidir ya. Fəhəsbuhu cəhənnəm və ləbi'səl mihəd. Əsl cəhənnəmli adamdır. Nə pis yerdir o yer? Bu 3 dənə ayə.
Adam bu 3 ayə oxuyanda sanki insan məyus olur. Belələri var. Peyğəmbər zamanında da həmişə olacaq. Adam məyus olur ki, belə. Batıl uğrunda bütün gücünü qoyur ortaya. Amma Allah 207-ci ayədə birdən-birə qəfil mövzunu dəyişir. Adama bir də ruh verir, ümid verir. Düzdə elə bir insan vardı, amma bir başqa bəndəm də var. Keçir, mövzu dəyişdi. Mən bir başqa bəndəm də var. Bu belə bir insanın müqabilində dayanan bir başqa bəndəm də var. O kimdir, izah verəcəm inşallah. Deyir, bə minən nasi, ayənin əvvəlidir və minən nasi mən yucibuka qavluhu. Bəziləri var, orada da minən nas dedi. Belədir. İndi keçir deyir, və minən nasi mən yəşri nəfsəhu, ibtiğa əmərdatillah, vallahu raufun bil ibad. Allah bu ayda həmən şəxsin portretini çəkməyə başlayır. Deyir, o kəs kimdir? Deyir, o kəs haqqında bu xüsusiyyətini sizə deyim. Mən yəşri nəfsəhdir. O elə bir şəxsdir ki, nəinki pulunu, imkanını Allahın yolunda xərcləyər. Yalnız bu deyil məsələ. Onunla bağlı hər nə varsa onu, malını, pulunu, hörmətini, nüfuzunu, şöhrətini, canını, həyatını, hər nəyi varsa, hamısını Allahın yolunda fəda edir. Mən belə bir bəndə var. Mən yəşri nəfsəhu demir. Mən yəşri, məsələn, tutaq ki, maləhu, nə bilim, pulunu verir. Mən yəşri nəfsəhu, bütün özünü feda edib Allah'a. Nəyi var qoyub ortaya? Allahın yolunda xərcləyir. Nə edə bilərsə, nəyi bacarırsa, nəyi bacarmırsa, hər şeyi Allahın yolunda edir. Onun müqabilində deyilən söz budur ya. O da elə idi də, səy göstərdi. Bəli. Allah deyir, mənim belə bir bəndəm də var, ha? Mənim belə bir bəndəm də var. Özü çox cami kəlmədən istifadə edir. Mən yəşri nəfsəhu. Nəfsəhu, yəni bütün varlığı ilə bağlı nə varsa Allahın yolunda keçər. Belə bəndələr də var. Və Allah bu ayədə özü davamiyyətə çatdıran bir feildən söhbət açır. Deyir, mən yəşri. Yəşri muzari feildir, yəni indiki zamandadır. Demir şəra, şərə, yəşri deyir. Bir var etdi, bir də var bunun haləti bu deyir. Bu həmişə belədir ya. Təkcə bu situasiyada belə deyir. Mən yəşri davamlı şəkildə. Bütün həyatı belə keçib bu kişinin. Kimdirsə. Allah deyir, bu elə bir şəxsdir ki, daim bu haldadır. Sadəcə bir dənə halətindən sizə danışdım mən. Bütün onun həyatını bu kitabda yazmayacaqdım ki sizə. Sadəcə dedim ki, o tanıyın da bu budur. Bu insan budur, mən yəşri nəfsəhdir. Bütün daim halı budur, hərdən belə deyir. Allah Quranda 2 cür ayədən söhbət açır. Buyurur ki, bəzi insanlar var, namazda diqqəti Allahdadır. O birisi ayədir ki, onlar daim namazdadır. Ayə baxın. Əl-ləzinə hum fi salatihim xaşiyun. Mən bəzi bəndələri var, möminlərin xüsusiyyətini sadalayır Müminin surəsində. Namazda necədirlər? Diqqətli Allahdadır. Amma başqa ayə deyir. Əl-ləzinə hum ələ salatihim daimun. Onlar daim namazdadırlar. Yəni daim namazda bütün gün namaz qılmırlar. Namaz me'racül mümin deyil. Daim me'racdırlar sanki. Daim Allahla ünsiyyətdədirlər. Daim onunlandılar. Onunla baxırlar, onunla görürlər, onunla eşidirlər. Odur onların həyatında. Daim namazda da, yəni bu mənada. Daim me'racdadır. Bir nəfər alim deyirdi ki, bəziləri deyir, təəccüb eləyir, deyir ki, Peyğəmbər necə getdiyi me'raca. Me'rac, ruhu yüksəlişdə, ucalma. Bəziləri təəccüb eləyir, Peyğəmbər necə getdi me'raca. Deyir, təəccüb o deyil, ha. Təəccüb budur ki, böyük və əzəmətli ruh necə gəldi bu dünyaya. Allah. Siz ora ucalmağından söhbət edəməyin, oradan buranca düşüb, ondan söhbət edəyin. O cürünə əzəmətli bir ruh necə sıxdı bu dünyaya. Əlbəttə, sıxmadı, dünyadan böyüdü. Məndə sığar 2 cahan, mən bu cahana sığmazam. Cövhər-i la məkan mənəm, gövhər-i la məkan mənəm, kövni məkana sığmazam. Yaxşı, o bəzi deyir, buna təəccüb edir, o necə me'raca getdi. Mən buna təəccüb edir, o necə gəldi bura. Hər öz amplasından baxırdı. O bir nəfər demişdi ki, mən 2 gün yatmışam durmadan. Biri qayıtıb, sən 2 gün yemək yemirsən. O birisi qayıtdı, bəs namazdan qəzaya getdi.
Birinin yadına yemək düşür, birinin yadına namaz düşür. Hər necə yaşayır odur da. Fikir versən, bir adam gələndə ziyarətdən sual verir ki, orada neçə idi qız üzüklər? Bir soruyor, necə ziyarət elədin? Hərə özü. Xalçalar necədir qiymət? Hərə nə axtarır ondan sual verir. Nəyi axtarsan ancaq onu tapırsan. Ha? Nə axtarır insan? Çöldə də çıxır onu görür addan. Nə eşitmək istəyirsən, bir də onu eşidirsən. Telefon da elə onu təqdim edir axırda sənə. Açırsan görürsən Facebook, TikTok, Instagram, elə nə axtarırsan onu da verir sənə. Deyirsən, hardan bildi bu? İndi o elmi tərəfindən işim yoxdur. Yəni insan, belə deyə texnoloji tərəfindən işim yoxdur da. Baxın, insan nəyi axtarır elə onu tapacaq da. Nə axtarsan, axtardığını deyil sənə, deyim görün mənə. Xülasə, hərə öz amplasından baxır məsələyə. Hərə öz tutumu qədər baxır məsələ. Gəldilər imama dedilər ki, qoy bunu deyim, sonra keçin mövzumuzu bitirək inşallah. Həsən-i Bəsri haqqında dedilər. Həsən-i Bəsri deyir ki, Leysəl əcəb mimmən hələk keyfə hələk innəməl əcəb mimmən nəca keyfə nəca. Dedilər, İmam Səccada ki, bir nəfər var, deyir ki, mən təəccüb eləməyəm bir insan dünyada getsin cəhənnəmədə. Bu qədər günah boldu da, neynəsinə bu yazıq? Düşdü bəlaya, getdi cəhənnəmədə. Mən təəccüb edirəm buna ki, necə nicat tapdı, düşmədi cəhənnəmə, cənnətə getdi. Bunu İmam Səccada deyəndə İmam Səccad baxdı, başqa söz dedi. Dedi, ənə əqul. O elə deyir, mən başqa söz deyirəm. Dedi, nə deyirsən? Dedi, leysəl əcəb mimmən nəca keyfə nəca əmməl əcəb fəmən hələk keyfə hələk məəsiyyəti rəhmətillah. Mən təəccüb eləmirəm bir insan necə getdi cənnətə? Mən təəccüb edirəm, bu qədər Allahın rəhməti geniş olduğu təqdirdə insan necə getdi cəhənnəmə? Hərə özü necə baxır hadisələrə. Yaxşı. Bəzi insanlar namazı diqqəti namazdadır, bəzi insanlar daim namazdadır. Allah bu ayda deyir ki, o elə bir şəxsdir ki, yəşri nəfsəhudur, daim belə yaşayır, daim, hərdən belə yaşamır. Vücudunu hər an bu cürünə Allahın yolunda, nəyi varsa bütün hamısını Allahın yolunda verir. O elə bir şəxsdir. O elə bir şəxsdir. Yaxşı. Sonra davamını deyir, axı, və mən yəşri nəfsəhu ibtiğaə mərdatillah. Bu elə bir şəxsdir ki, nəyi də var verir, söz onu deyil. Bundan da mühüm nöqtə var. O da budur ki, həyatının hər anı Allahın razılığıdır. Allahdır, Allahdan siva bir şey yoxdur. Bu insan ibtiğa mərzatillah yaşayır. Nə cəhənnəmin qorxusuna görə onu eləyir, nə cənnətin şövqünə görə onu eləyir, Allahın eşqinə görə onu eləyir. İşi Allahın razılığını qazanmaqdır, dərdi səri Allahdır, eşqi Allahdır, Allahdan siva bir şey yoxdur. Bu elə bir insandır. Bir tərəfi kəmiyyətdir ayənin, bir tərəfi keyfiyyətdir. Bir tərəfi budur, kəmiyyət nə mənadır? Nəyi var Allahın yolunda verər? Kəmiyyət. Keyfiyyəti nədir? Nə cəhənnəmə görə, nə cənnətə görə. Nəyə görə? Mövzu budur. Onu istəyir, onu. Ondan başqa bir şey istəyir. Allahın razılığı. Niyə elədin sənə görə? Səni istəyirəm. Bu kimsə bu kişi, bu şəxsiyyət, bu əzəmətli insan belə bir insandır. İbtiğa mərdatillahdır. Yəni, həyatı tamamən bundan ibarətdir. Həyatı tamamən bundan ibarətdir. Bu 4 ayağın yığaq bir yerə. Deyəcəm kimdir? İnşallah. Bu 4 ayağın yığaq bir yerə. Allah sanki demək istəyir ki, bu növ xətərli batilə, hansı batil? O səlis nitqi var, hiləgərdir, insanın o tellərinə toxunur, o psixoloji duruma bələddir, emosional danışır, insanların emosiyalarına toxunur. Və halbuki amma bəşəriyyətə qənim kesilən kəsdir, fəsad üçün yaşayır, fəsad törətmək üçün yaşayır, dəyərlərlə üzbəüz durub və dəyərlərlə sənin dəyər bildiklərindən üzbəüz durub. Belə bir batillə, xətərli batillə, pisliklə, şərlə, nifaqla yalnız belə haqq qalib gələ bilər. Başqa cür haqq qalib gələ bilməzdir. Onun qabağında bu dura bilər. Bu kimdirsə yenə də dinin müdafiəsində duran adamdır. Yaxşı. Yalnız özünü düşünən, öz keyfi üçün yaşayan, üzr istəyirəm bu ifadəyə görə, kəslər belə bir pisliyin, şərin qabağını ala bilməzdir. Din dərdi olmayanlar bu pisliyin qabağını ala bilməzdir.
yalnız özüm namazım, özüm yatım, özüm durum, öz balam, öz karyeram bu cürə yaşayan bunun qabağında dura bilməyəcək. Yaxşı. Deyim, mənə belə bir bəndəm var ya Rasulallah. Ey cəmaat, ey bəşəriyyət, eşidin, mənə belə bir bəndəm var. Ayəni sol belə bitir. Vallahu raufun bil ibad. Mən raufam, Allah deyir. Axı ayədə bitən adlar kontekstə uyğun olur. Elə belə Allah adı işlətməz orada. Ad ki seçir, gördü zat. Bilin ki, o cümlə ilə əlaqəlidir, mövzu ilə əlaqəlidir. Allah sonra deyir ki, vallahu raufun bil ibad. Mən sizə çox raufam. Niyə ya Rəbbəl aləmin? Sizə belə bir bəşər vermişəm, belə bir insan vermişəm. Mən raufluğuma bu yetər ki, sizə belə bir insanı göndərmişəm dünyaya ki, sizi xilas eləsin, sizi qorusun. Bu mənim raufluğum üçün kifayət edir. Belə bir insan vermişəm ki, o fədakarlığın nümunəsidir. Onu sizə ərmağan eləmişəm. O bir yoldur, o bir dənə bir şəxsdir, o bir dənə bir xəttdir, o bir dənə bir vücuddur. Onun davamlıçları olacaq, ona baxıb onun arxasına gedənlər olacaq. Amma o var kimdirsə. O kimdirsə var. O kimdir? İnşallah sabah Allah nəsib eləsin. Ayəni davam eləyəcəm. Neçə dənə əhl-i sünnə mənbəsindən sizə, bir yox, inanın Allaha ki, neçə dənə əhl-i sünnə mənbəsindən həm hadisənin şənin uzunluğunu danışacağım ki, hadisə necə baş verdi, baya gəldi. Və əhl-i sünnə mənbəsi nə deyir? Və hətta burada çox incə bir məqam var. O qısa deyim, düşünün sabaha qədər amma. Qısa deyirəm, düşünün, hamımız. Bu ayədə deyir ki, bir ayədə Allah Teala deyir, İnnəllaha iştərə minəl mu'mininə ənfusəhum. Allah alır, aldı. Bu ayədə deyir ki, minənnası yəşri nəfsəhu. Bəziləri satır. Orada alıcı qabağa keçib, burada satıcı qabağa keçib. Bunların fərqi nədir? Orada Allah deyir, mən alıram. Burada bir nəfər çıxır meydana deyir, mən satıram. Mən verirəm. Bu canı. İlahi, alarsanmı məndən? Lütf eləyərsənmi mənə? Tutarsanmı əlimdən? Bu sabah bu iki dənə ayəni yan-bayan qoyarıq. Ondan sonra bu şəxsin əzəməti haqqında sabah inşallah nəticə çıxardarıq ki, gözləyin, Allah nəsib eləsin. Qədir danışandan sonra yenə də səhər başlayacağım. O səhər Allah ömür versə bu ayəni izah eləyəcəm axırını sizə. Hələ bu qədər bilin inşallah. İnşallah Hacı, Allah razı olsun. Həqiqətən də hər kəs özünə sual versin də, yəni Quran oxuyan bir şəxs, Quranı sevən, Qurana ehtiram edən, Qurana inancı olan bir şəxs özünə sual versin, bu bəziləri kimdir də? İndi sabahı da izləsinlər. Maraqlıdır da, Allah deyir bunu. Yəni Qurana mən deyirəm, yenə də deyirəm də, indi kimisə əqidəsi yoxdur, inancı yoxdur, onu qoyduq kənara, ondan işimiz yoxdur. Quranın əhlini deyirəm, müsəlmanı deyirəm. Qardaş, səndə maraqlı deyilmi Allah kimləri nəzərdə tutulub? Yəni burada axı eyham vurub və əməli başda burada tərif gedir burada. Tərif gedir burada. Siz dediniz, bunları. Kimdən söhbət gedir? Maraqlı deyilmi? Bunu araşdırsınlar, özləri də tapsınlar. Sabaha qədər inşallah ki, özləri də taparlar. İnşallah. Siz də deyəcəksiniz inşallah. İnşallah nəsil olsun. Allah ömür versin sizə, ömrünüzə bərəkət versin.